Düzbucaqlı koordinat sistemi. Müstəvi üzərində nöqtənin yerini bir-birinə perpendikulyar olan üfüqi və şaquli oxlar vasitəsilə təyin etmək olar. Nə deməkdir? Bir-birinə perpendikulyar çəkilmiş. Bax, bir oxumuz belə çəkdik. Bu şaquli ox. Digər oxumuzu bu şəkildə çəkdik. Bu üfüqi ox. Bunların istiqamətlərini təyin etmək üçün uclarına ox işarəsini qoyuruq. Bilirik ki, ədəd oxunda da istiqaməti sağa doğru qoyurduq, yəni müsbət istiqamət. Aşağıdan yuxarıya isə yuxarıya doğru oxu qoyurduq, müsbət istiqamətimiz yuxarıya doğruydu. Koordinat sistemində kəsişdi iki düz xətt, baxın perpendikulyar şəkildə, yəni burada düz bucaq əmələ gəlir. Bu oldu koordinat başlanğıcı. O nöqtəsi və onun koordinatı 0, 0-dır. Sonra dəftərinizdə 2 dama, bir vahid qəbul edərək, yəni vahid parça biz qəbul etməliyik. 2 damanın üzərində 1, 2 damanın üzərində 2, 2 damanın üzərində 3, 4, 5. Bax, bu şəkildə qeyd etdik. Yəni istəsəz bir dama da götürə bilərsiniz. Onda hamısını bir dama, məsələn belə də götürə bilərdiniz. 1, 2, 3 belə də qeyd edə bilərik və ya 2 damanı vahid qəbul edərək hər dəfə artıq 2 damanın üzərində biz o nöqtələrimizi qeyd edirik. İndi demək biz 2 dama götürmüşüksə, bunu mənfi istiqamətində, axı sıfırdan soldakılar mənfi ədədlər idi. Onda yazırıq -1, -2, -3, görürsünüz 2 damanın üzərində -4, -5, -6 qeyd etdik. İndi yuxarı istiqamətdə müsbətdir. 1, 2, 3, 4. Aşağıya isə mənfilərdir. -1, -2, -3, -4. Dəftərimizdə bu şəkildə çəkilir. Bu adlandı düzbucaqlı koordinat sistemi və ya Dekart koordinat sistemi. Yəni onu yaradan alimin adına uyğun olaraq Dekart koordinat sistemi də adlanır. Bu O nöqtəsi koordinat başlanğıcıdır. Yenə də qeyd edirəm, şaquli ox bu Y oxudur, üfüqi ox X oxudur və bu X oxu absis oxu adlanır. X oxu, absis, Y oxu ordinat, absis oxu üfüqi, ordinat oxu isə şaqulidir. Və deməli, düzbucaqlı koordinat sistemində rübləri təyin edirik. Bu, saat əqrəbinin əksi istiqamətində olur. Bax, bu hissəmiz, rənglərlə qeyd edin, bax, bu hissəmiz olur birinci rüb. Birinci rüb. Bu hissəmiz, bax, buradan elə bilin ki, bax, bu düzbucaqlı. Bir-birinə perpendikulyar elə bilin, perpendikulyar düz xətlərin əmələ gətirdi. Bu hissəmiz ikinci rüb. İndi buradakı, bununla bu hissəmiz bura olur. Bax, bu hamısı üçüncü rüb. Bu hissə isə olur. Bunun əmələ gətirdiyi hissəmiz də olur. Yəni, bu hissəmiz dördüncü rüb. Burada rübləri qeyd etdik. Birinci rübdə baxaq. Bax, birinci rübdə X. Bax, X oxu ancaq müsbətdir. Biz də koordinatlarda birinci X-i qeyd edirik də. Bu olur müsbət. Y-ə baxırıq. Bax, budur, Y-imiz, Y də müsbətdir. Birinci rübdə koordinatların işarələri müsbət, müsbət. İkinci rübdə baxırıq, yenə birinci X-a baxırıq. X nədir? Mənfi, mənfi. Y-imiz isə, bax, yuxarıya doğru. Bu Y-imiz isə müsbətdir. Mənfi, müsbət. Üçüncü rübdə işarələrə baxırıq.
Birinci x-a baxdıq. Bax, bu x-ımız görürük mənfidir. Mənfi. Y isə bu istiqamətdə. Bu da mənfidir. Yəni mənfi, mənfi. Dördüncü rübümüz isə bu və bu idi. X-ına baxırıq. Bax, bu x-ı müsbətdir. Y isə aşağıya doğrudur deyə bunun y-i də mənfidir. Yəni, bu da rüblərin işarələrini təyin etdik. Rüblər də necə təyin o? Saat əqrəbinin əksi istiqamətində 1, 2, 3, 4-cü rüblər. Digər nöqtəni koordinat oxunda necə qeyd edirik? Məsələn, bizə verilib A, -3, 2 nöqtəsi. Birinci koordinat x-dır, ikinci isə y-dir. Yəni, x oxu üzərində -3 nöqtəmizi tapdıq. Y oxu üzərində 2 nöqtəsini tapırıq və onlardan həmin bu absis və ordinat oxlarına perpendikulyar. Yəni, bax, buna perpendikulyar qaldırdıq. Y oxuna perpendikulyar bu şəkildə bu düz xətlər. Bunların kəsişdiyi nöqtə olur A nöqtəsi. Yəni, bu qırıq-qırıq xətləri çəkməyə edə bilərsiniz. -3-dən qalxırıq 2-yə qədər. Həmin bu olur nöqtəmizin koordinatı. Bir də var, belə olsun. Məsələn, B nöqtəsini qeyd edirəm. İndi 2, -3. Bunlar başqa-başqadır. İndi x oxu üzərində 2-ni tapırıq. Y oxu üzərində isə -3-ə doğru addımladıq. Elə bir -3-ə doğru gəldik. Bunların da kəsişdiyi yer oldu B nöqtəsinin koordinatı. Bir nöqtədə qeyd edim. Məsələn, C nöqtəsi -4, 3 nöqtəsi ya da -4, -3 olsun. C nöqtəsi -4-ü tapdım. -3-ə doğru gəlirəm. Yəni, istəsəz bu qırıq-qırıq xətlərinizi çəkmədim. -4, -3. Bax, bu hissədədir C. Çünki görürsünüz, -4-dən gəldik, -3-dən gəldik. Birinci x oxunda tapırıq. Bu x-dır, bu y. Bu da C nöqtəsinin koordinatı oldu. -4, -3. B nöqtəsinin koordinatı oldu 2, -3, A nöqtəsinin koordinatı -3, 2. Ən çox çaşdırılan hissələr, uşaqların çaşdıqları hissə nə olur? Məsələn, M nöqtəsi verilsin. M nöqtəsi -5, bu 0 olan hallardır. Yəni, x oxu üzərində -5-i tapıram. -5, yəni 0 vahid atı addımlamırıq. Yəni, x oxunun üzərində qalır. Bu oldu M nöqtəsi. -5, 0 və ya N nöqtəsi qeyd edək, 0, -4 olsun. Yəni, Y oxu üzərində, axı, x-i yoxdur. Y oxu üzərində də -4-ü tapıram. Olur, bax, burada nöqtəmiz N, 0, -4. Gəlin çalışmalara baxaq. Çalışma 1-də düzbucaqlı koordinat sistemində təsvir olunan nöqtələrin koordinatlarını müəyyən edin. A-nı artıq özü müəyyən edib. Birinci x-i götürürük -4, 3. B nöqtəsinə baxaq. B, bax, buradan görürsünüz 1-dən 4-ə. Birinci x-i deyirik 1, ikinci isə 4-ü. 1, 4. C nöqtəsinin koordinatı. C-ni tapdıq. C-yə baxırıq. Bax, 0, 3. 0, 3 nöqtəsi. D nöqtəsi. Birinci D-yə gələn xətləri çəkdik. 4, x-i 4-dür. Y isə 2-dir. Y nöqtəsi. Birinci x-ini tapırıq. -4. Y isə -2. -4, -2. F nöqtəsi x-i -3-dür. Y -4-dür. -3, -4. G nöqtəsi G nöqtəsini tapa bilmədim. İnşallah burada düşməyib, kitab dərslikdə baxdım. G nöqtəsi buradaymış. Onda G nöqtəsi x-dən qalxdıq 4, 4 nöqtəsi. 4, 4. H nöqtəsi birinci x-i tapdıq 2, y isə -3-dür. 2, -3. L nöqtəsi x-i 4-dür, y isə -2. 4, -2. K nöqtəsi 3, -4.
M nöqtəsi, bax M nöqtəsi görürsünüz -1, y yoxdur. Yəni -1, 0. N nöqtəsi, N-də x oxunun üzərindədir deyə x-i var, y yoxdur. 5, 0. T nöqtəsi isə T-nin artıq y var, -5. X-i yoxdur. Görürsünüz y oxunun üzərindədir. Oldu 0, -5. İkinci sual. Suallara cavab verin. Hansı nöqtələrin koordinatları düzgün yazılmayıb, səhvləri düzəldin? A, -2, 1. Bəli, bu düzdür. B, -3, 4'dür. Bu yanlışdır. -3, 4 olmalıdır. C nöqtəsi 0, 2. Yanlış yazıb. 2, 0, 0, 2 olmalıdır. D nöqtəsi 4, 0 olmalıdır. 4, 0. Y nöqtəsi 0, -3. Bunu da yanlış yazıb. 0, -3. F nöqtəsi 4 və -4. F nöqtəsi doğrudur. A-la F doğru oldu. Qalanları yanlış idi. Onları da düzəltdik. Hansı nöqtələr absis oxu üzərində yerləşir? Bilirik ki, absis oxu x oxudur. Bax, bu oxun üzərindəki nöqtələr də D və L nöqtəsidir. D və L. Hansı nöqtələr ordinat oxu üzərində yerləşir? Onların koordinatlarını yazın. Ordinat oxumuz isə bax, bu y oxuydu. Bunun üzərində yerləşən nöqtələr də Y nöqtəsidir. Onun koordinatı olub 0, -3. Bir də C nöqtəsidir. Onun da koordinatı 0, 2. İkinci rübdə hansı nöqtələr yerləşir? Bilirik ki, bura birinci rübdür. Bu ikinci rüb, üçüncü rüb, bu isə dördüncü rübdür. İkinci rübdə hansı nöqtələr yerləşir? Baxırıq, burada yerləşən A və B nöqtələridir. A-nın koordinatı -2, 1'dir. B-nin koordinatı isə -3, 4'dür. A, H, F və P nöqtələri hansı rüblərdə yerləşir? A nöqtəsi ikinci rüb, H nöqtəsi baxırıq, H nöqtəsi birinci rüb, F nöqtəsi, F buradadır, dördüncü rüb, P nöqtəsi isə, P nöqtəsi də üçüncü rübdə. Burada yazıb, absisi sıfıra bərabər olan nöqtə hansı koordinat oxu üzərində yerləşir? Absisi 0, məsələn 3 olsun. 0, 3 nöqtəmiz harada yerləşir? Y oxu üzərində. Deyir də, hansı koordinat oxu üzərində yerləşir? Y oxu. Ordinatı sıfıra bərabər olan nöqtəmiz, məsələn, -5, 0'dır. Onda -5, 0'da harada yerləşir? X oxu üzərində. X oxu üzərində yerləşir, yəni absis oxu üzərində. Buna yazırıq absis, birinciyə də isə yazırıq ordinat. Üçüncü, koordinatları verilmiş nöqtələri düzbucaqlı koordinat sistemində qeyd edin. Hansı rübdə yerləşdiyini müəyyən edin. B nöqtəsi 2, 5. Gəldik, burada qeyd edirik. 2, 5. Bu oldu B nöqtəsi. C nöqtəsi -1, -2. C nöqtəsi. D -5, -1. D nöqtəsi. Y 4, -4. Y nöqtəsi. F 3, -5. F. G nöqtəsi -1, -4. -1, -4'də bu da oldu G nöqtəsi. Deməli, B nöqtəsi birinci rüb, C nöqtəsi ikinci rüb, D nöqtəsi ikinci rüb, Y nöqtəsi, bunlar ikinci yox, üçüncü, üzrlü sayın 3. Bura 1'dir, bura 2, bura 3, bura dördüncü rüb, B nöqtəsi 1, C 3, D 3, Y nöqtəsi 4, F nöqtəsi 4, G nöqtəsi isə yenə üçüncü rübdə yerləşir.
Tapşırığı yerinə yetirin. Düzbucaqlı koordinat sistemində göstərilən nöqtələrin koordinatlarını müəyyən edin. Baxaq, burada görürsüz 2 damaya 10 deyib deyə. Deməli, bu 5 artıb. 5, 10, 15, 20, 25. Digərlərində də -5, -10, -15. Bax, bu şəkildədir. 5 artıblar. Burada 5, 10, 15. Yəni, bir damanı 5 vaid qəbul edin. Koordinat sistemində koordinatlarını müəyyən edin. Bax, A-nın koordinatını yazsaq, onda olur. Burada sırayla yazım elə. A, -10, 25. B, -10, 10. C, -20, 5. Burada qaldı bir dənə H. H da -5, 5. Gəldik birinci rübdə olanlara. D, 5, 15. Baxın, 5-dən 15-dən kəsişməsidir. M, 20, 10. Sonra Y nöqtəsi. Y nöqtəsi 5, -10. R nöqtəsi isə 10, -15. 10, -15. Bir də qaldı O nöqtəmiz. O da 0, 0 koordinat başlanğıcı. Sonra verilən koordinatlara uyğun nöqtələri yazmaqla alınan sözü oxuyun. 10, -5. -15 daha doğrusu bu R idi. Tapmışıq. Bax, burada R. 0, 0 O idi. Tapdığımız ikinci. 20, 10. 20, 10 M-dır. -10, 10. Bu da B-dir. Deməli oldu romb. C bəndində hansı iki nöqtə absis oxuna paralel düz xətt üzərində yerləşir? Absis oxuna paralel deyirsə, bax, buradan keçən olar. Və ya da bax, bu da absis oxuna paralel olur. Başqa yoxdur. Hansı iki nöqtə absis oxuna paralel düz xətt üzərində yerləşir? C və H. Bir də B və M. Həmin o düz xətlərimiz absis oxuna paraleldir. Hansı iki nöqtə ordinat oxuna paralel düz xətlər üzərində yerləşir? Ordinat oxuna paralel deyəndə, bax, bu iki nöqtə olar. D və Y. Başqa varmı? Bəli, buradan da ola bilər. Bu da ordinat oxuna paraleldir. A və B. Başqa da yoxdur. 5-ci. Verilən nöqtələrdən hansı birinci rübdə, ikinci, üçüncü, dördüncü bu nöqtələri düzbucaqlı koordinat sistemində qeyd edin. Bax, burada işarələri qeyd edirəm. Düzbucaqlı koordinat sistemində qeyd edin. Birinci rübün işarəsi ikisi də müsbətdir. Bu birinci rübdür. İkinci rübün işarəsi x-i mənfi, y-i müsbətdir. Üçüncü rübdə hər ikisi mənfidir. Bu üçüncü rüb. Dördüncü rübdə isə x-i müsbət, y-i mənfidir. Mənfi, müsbət. Bu ikinci rübdür. Hər ikisi müsbət 1-dir. Müsbət, mənfi 4. Mənfi, müsbət 2. Mənfi, müsbət 2. Müsbət, mənfi 4. Mənfi, mənfi 3, müsbət, mənfi, yenə dördüncü rübdə. Həmin o nöqtələri də qeyd etməyi bilirim. Məsələn, birini yenə qeyd edim. Ta ki, A, -2, 1. Burada koordinat sistemində, yəni onda ayrıca koordinat sistemi çəkim. Orada göstərim, çünki burada 10-un bölünüb. -2, 1. Deməli, A nöqtəsi
mənfi 2, 1 idi. X oxu üzərində mənfi 2-ni tapdıq. Y oxuna doğru bir vahid qalxdıq. Bu da oldu A nöqtəsinin koordinatı. Sonra bizə deyirdi B nöqtəsi B 5 2. B'ni qeyd edək 5 2 5 2. B nöqtəsi. Yəni digər nöqtələrdə özünüz qeyd edərsiniz. Bax gördünüz, A nöqtəsi ikinci rübdədir, B nöqtəsi birinci rübdədir. Düz verilmiş nöqtələri qeyd edin. Bu nöqtələrdən keçən düz xətt çəkin və koordinat oxları ilə kəşfi nöqtələrini A bəndində 2 4 qeyd etdik nöqtəmizi A nöqtəsi. B nöqtəsi mənfi 3 mənfi 6 mənfi 3 mənfi 6 da burada. Bu da B nöqtəsi. Sonra bu nöqtələrdən keçən düz xətti çəkirik. Yəni bununla bunu birləşdiririk. Baxırıq ki, bunu da sonra koordinat oxları ilə kəşfə nöqtələrinin koordinatlarını yazın. Bu harda kəsişdi? Yalnız 0 0 nöqtəsini. Deməli bunun cavabı olacaq 0 0 nöqtəsi. İkinci olacaq mənfi 4 mənfi 1 mənfi 4 mənfi 1. Bu oldu A nöqtəsi. B nöqtəsi 2 5 2 5. Bu da oldu B nöqtəsi. Yenə bunları düz xətlə birləşdiririk. İndi kəsişdiyi nöqtələrimiz, bax, bir bu nöqtəmiz olur. Bir burada kəsişdi. Bir burada kəsişdi, bir də burada kəsişdi. Buna da məsələn yazaq MN nöqtəsi. Bir kəsişdiyi nöqtə M nöqtəsinin koordinatı 0 3'dür. N nöqtəsinin isə koordinatı mənfi 3 0. Digəri C bəndini də hamısını bilin ki, qırmızı B bəndi idi. C bəndini də qara rənglə qeyd edim. Mənfi 2 2. Burada qeyd etdim A nöqtəsi. B nöqtəsi 4 mənfi 1. Bu da oldu B nöqtəmiz. İndi bunları birləşdiririk düz xətlə. Bunlardan keçən düz xətt. Çəkdik. İndi bunların kəsişdiyi hissələri bizə koordinat oxları ilə kəşməsi lazımdır. Bir burada kəsişdi. Baxın, bir burada kəsişib, bir də burada kəsişdi. Bu nöqtələri də yazsaq, mesela burada yazım K və Y nöqtəsi. Onda K nöqtəsinin koordinatı oldu 0 1. Y nöqtəsinin isə koordinatı oldu 2 0. Verilən nöqtələri düzbucaqlı koordinat sistemində qeyd edin. A bəndini bir variantını yazacağım, digərlərində onu A 0 3 0 3. A nöqtəmiz burada. B 6 3. Bu 6 3. B nöqtəmiz burada. C 1 1. C nöqtəmiz. D 1 6 1. Burada 5 6 1 6. D'ni də qeyd etdik. Verilən nöqtələri qeyd edin. AB və CD parçalarını çəkin. İndi AB parçasını çəkirəm. Bu AB parçası. CD parçası. Bu da CD parçası. Çəkdik. Kəsişmə nöqtəsini K ilə işarə edin. İşarə etdik. Bu oldu K. Və koordinatını tapın. K'nın da koordinatı baxıram. X-ı 1'dir. Y isə 3'dür. 1 3 nöqtəsində. Birini də çəkin, B'ni də çəkək. A nöqtəsi mənfi 1, mənfi 2, mənfi 1, mənfi 2. Bu A nöqtəsi. B mənfi 6, mənfi 2. Bu oldu B. Bizə də demişdilər AB. Bundan keçən düz xətti çəkək.
İkinci C nöqtəsi -3, 5, -3, 5 C. D nöqtəsi -3, -4. Bu da D nöqtəsi. C və D-dən keçən düz xətti də çəkək. Bunların kəşmə nöqtəsini dedik. K ilə işarət. Bunlar burada kəsişdilər. K və K nöqtəsində koordinatı oldu. -3, -2. -3, -2. Digər bəndlərini də buna uyğun yazarsınız. 8-də verilən nöqtələri koordinat qeyd edin, ardıcıl birləşdirin. Elə koordinat sistemini götürdüm. Bu A nöqtəsini elə bilin ki, yoxdur. Dəstəyin içərisindən götürdüm. Onun üstündə artıq qeyd olunub. A -2, 1. -2, 1. Deməli, A nöqtəmiz olacaq burada. A. B nöqtəsi -1, 4. -1, 4. C nöqtəsi 2, 4. D nöqtəsi 3, 1. A-nı düz qeyd etməmişik. A nöqtəsi buradadır. -2, 1. Bu A-nı qarışdırdıq. A nöqtəmiz burada. B nöqtəmiz -1, 4 idi, düzdür. C nöqtəmiz 2, 4. D nöqtəmiz isə 3, 1. İndi bunları deyir, ardıcıl birləşdirək. A ilə B-ni birləşdirdim. B ilə C-ni birləşdirdim. C ilə D-ni birləşdirdik. A ilə də D-ni. Burada birincidə alındı trapesiya. Deməli, A bəndində yazırıq. Trapesiya. İndi B bəndinə baxaq. -3, 1. -3, 1. A nöqtəmiz burada. 2, 1. B nöqtəsi burada. 1, -2. C nöqtəsi. D isə -4, -2. Bunları da birləşdirsək. Bu oldu paralelogram. A trapesiya, B paralelogram. İndi C-yə baxaq. C-də -2, -2. A nöqtəmiz. B -2, 4. C isə 2, 4. Bunları da birləşdirsək. Bu oldu düz bucaqlı üçbucaq. D-də A 0, 0. A nöqtəmiz burada. B -3, 0. C -3, -4. D isə 0, -4. Bunları birləşdirsək. Burada isə alındı düz bucaqlı. Baxın, birləşdirdik bunları. Bu da oldu düz bucaqlı. 9-da Lalə parkın girişindən başlayaraq 4 vahid yuxarı. Parkın girişi də buradadır. Bax, burada qeyd etdik. Parkın girişindən 4 vahid yuxarı gəldi bura. 11 vahid sağa. 11 vahid də gəldi sağa. Hərəkət etdi. Uyğun nöqtələrin koordinatlarını yazın və suallara cavab verin. Deməli, gəldi Yelləncək. O atraksiyona yoxsa Yelləncəyə çatdı. Birinci Yelləncək oldu. Yelləncək. Lalə bu nöqtədən 15 vahid sola getsə, həmin bu nöqtədən 15 vahid sola getsə, bu 11, 4 vahid də belə getsək, 2, 4 gəlib çatacaq, bax bura. Getsə hara çatar? Piknik üçün yerə. Piknik üçün yer.
üçün yerə. Onun çatdığı nöqtədən parkın girişinə şaquli və üfüqi istiqamətlərdə neçə vahid getməklə parkın girişinə şaquli və üfüqi istiqamətlərdə, yəni deməli biz parkın girişinə gəlməliyik. Şaquli istiqamətdə belə gələrik, üfüqi istiqamətdə belə gələrik. Siz bunu başqa rənglə də qeyd edin. Bax, belə. Bu şaquli istiqamətdə gəldi, üfüqi istiqamətdə gəldi. Deyir, şaquli və üfüqi neçə vahid getməklə çatmaq olar? Baxırıq, 4 vahid belədir, 4 vahid belədir, cəmi də 8 vahid. Növbəti 10-cu. Cədvəldə qış günlərinin birində gecə saatlarında havanın temperaturu haqqında məlumat verilib. Koordinatları qeyd etməklə xətti diaqram çəkin. Gəlin, koordinatları götürək, qeyd edək. Deməli, 0, 3. 0, 3. Qeyd etdik. 1, 0. 2, mənfi 2. 3, mənfi 4. 4, 2. 5, 3. Bunları xətlə birləşdirək. Yəni şəklimizi biraz da sərgəlidir. Bax, 3 ilə bu 1-i birləşdirdik. Bu 1 ilə bu nöqtəmizi, bununla bu nöqtəni, bunu və bu nöqtəmizlə də bunu birləşdirdik. Bizə deyirdi ki, xətti diaqramda qeyd olunan nöqtələrin koordinatlarının mənasını izah edin. Mənası, bax, məsələn, 0-3 nöqtəsi o deməkdir ki, gecə yarısında havanın temperaturu, görürsünüz, x gecə yarısında neçə saat keçdi? Gecə yarısında havanın temperaturu 3 dərəcə idi. Gecə yarısını, bu 1-0 nöqtəsi, gecə yarısından 1 saat keçəndən sonra isə havanın temperaturu 0 dərəcə. Gecə yarısından 2 saat keçəndən sonra mənfi 2 dərəcə. Və bu şəkildə, yəni bu həmin nöqtələr nəyi izah etdiyini deyə bilərik. Sonra da deyir ki, hansı vaxtlarda artıb azalıb. Bax, bu diaqrama baxırıq ki, görürük, gecə vaxtından 3 saat keçənə qədər temperatur azalıb. Baxın, bax, 3 saata qədər görürsünüz, 0, 1, 2, 3 saata qədər getdikcə bu azalıb. 3 saata qədər azalıb. Baxın, bu elə oxda da baxırıq ki, 3 saata qədər bu azaldı. Sonra neynədi? 3 saat keçir, temperatur azalıb. Sonra isə baxırıq, bax, bu 3 saatdan sonra görürsünüz, bunlar arta-arta gedib. Bura qədər də artıb, sonra yenə də artıb. Yəni, əvvəl 3 saata qədər azalıb, sonra isə artıb. Növbəti sualımız, anar düzbucaqlı koordinat sistemində A, 1, mənfi 3. 1, mənfi 3 qeyd etdik. Bu A nöqtəsi. B, 5, mənfi 3. B nöqtəsi. C, 2, 2. D, 1, 2. O bu nöqtələri ardıcıl birləşdirsə hansı fiqur alınar? Yəni, ardıcıl birləşdirək. Bu. Birləşdirdik. Nə alındı? Düzbucaqlı trapesiya. Görürsünüz, bu bucaqları düzdür. Deməli, düzbucaqlı trapesiya aldı. Anar hansı nöqtənin yerini necə dəyişsə düzbucaqlı alınar? Düzbucaqlı alınması üçün bu C nöqtəsini bura gətirsəydi, C nöqtəsi bax burada olsaydı, deməli, C nöqtəsini yazsaydı 5, 2 nöqtəsində qeyd etsəydi, 2, 2 də deyil də 5, 2 nöqtəsi qeyd etsəydi, düzbucaqlı alınardı.
bunu neçə üsulla etmək olar və ya da B nöqtəsini nə edərdi? B nöqtəsini gətirib burada qoysaydı, B nöqtəsini yenə də düzbucaqlı alınacaqdı. Çünki baxın, buradan belə çəksəydi düzbucaqlı alınırdı. Bayaqkında isə bu şəkildə etsəydi, yenə də düzbucaqlı almış olardı. Deməli, B nöqtəsini də gətirib hara qoysaydı, 2, -3 nöqtəsində olsaydı, düzbucaqlı alınardı. Hər bir hal üçün yeni nöqtənin koordinatlarını yazın. Bir halda C nöqtəsi oldu 5, 2, digər halda isə B nöqtəsi 2, -3. Alınan düzbucaqların sahələrini və perimetrini tapın. Gəlin bunları fərqli rənglə qeyd edək ki, bir düzbucaqlımız, bax bu yaşıl düzbucaqlı olardı. Alınan düzbucaqların sahələrini dedi. Bax bu yaşıl düzbucaqlımızın sahəsi S bərabər 2, 4, 5. Bura 5 vahiddir. Bura 4 vahiddir. Deməli 5 vurulsun 4 bərabərdir 20 olardı. Bir dəfə də dəyişsəydi, buradakı, bax bu qırmızı düzbucaqlını alardı. B nöqtəsini gətirib bura qoysaydıq. Bu qırmızı düzbucaqlımız, bunların da ölçüsü 1 belə, 5 vahid də belə. Onda sahəsi bərabər olacaqdır. 1 vurulsun 5 bərabərdir 5. Sahəsini və perimetrini istəyirdi. Bunun perimetri olacaq 2 vurulsun 1 üzərinə gəl 5. Yəni 2 vur 6, 12. Digərinin isə perimetri, bu yaşılın da perimetri bərabərdir. 2 vurulsun 5 üzərinə gəl 4. Yəni 2 vurulsun 9, 18.